Allah and olsun ana nəşənlik. Mən bildiyimi dedim. Neynim? Kasıb adamam. Ailə də çox. Ne yaparmalıydınız? Atamın göğrü işin ağa nəşənlik bilmirəm. Mənə dedi ki, keçir o tərəfə. Qaydan kimi nat pulu al. Ağa deyir ki, sür dəriyə balam, sür dəriyə də. Nəyimə gerəkdir, nə aparırdı, nə getirir? Ancaq bilirdim ki, qaşağım aldı. Hardan götürmeliydiniz? Bilmirəm ağa nəşənlik. Mən onu qayalıqdan o tərəfdə körpünün yanında gözləyəcəkdim. Gecə düşən kimi keçirəcəkdim o tərəfə. İndi gəl də, o qaçıb canını qurtardı. Onun yerinə mən bəlaya düşdüm. Siz deyəsən arxayınsınız ki, o qaça bilib. Ancaq biraz tələsirsiniz. Arxayın olun, sizi görüşdürərik. Baxarıq onda nə sözünüz olacaq. Aparın. Yoldaş Poladov, bunun dediklərindən ağlınız nə kəsir? Hələlik nəticə çıxarmaq tezdir. O biri ələ keçməsə, bunun dilini açmaq çətin olacaq. Hara qaçacaq? Tutacaq. Bu birisinin tutulduğu yeri axtarırkən nə kontrabanda, nə başqa şübhəli bir şey tapılmadı. Amma doğrudan da zahirən baxanda bələdçiyə çox oxşayır. Həm də bu yerlərə yaxşı bələddir. Bütün yolların adını bilir. Ona nə var ki? Bunu hər bir turist edə bilər. Xəritəni öyrənməklə sözdə lap dünyanın o başına səyahət etmək olar. Elə olmağına elədir. İcazə olar. Buyurun. Yoldaş mayor, icazə verin Zastava rəisinə müraciət edim. Buyurun. Yoldaş mayor, elə indicə məlumat alınmışdır. Qartal qayası yaxınlığında sərhəd pozanı aşkar edilib və silahlı müqavimət göstərmişdir. Fedorenko yaralanmışdır, Zastavaya göndərilir. Sərhəd pozanı Serjant Əsadov təqib edir. Sərhəddə keşik çəkən əskərlərdən Savchenko və Rüstəmov Əsadova köməyə getmişlər. Başqa sözünüz yoxdur? Xeyr, yoxdur. Gedə bilərsiniz. Oldu. Yoldaş Rəhimov, Şanlıdərə tərəfə Yeremeyevin başçılığı ilə 5 nəfərdən ibarət axtarış qrupu göndərin. Qoy onlar sərhəd pozanın gümanı gələn bütün yolları kəssinlər. Siz qalırsınız Zastavada, mən hadisə yerinə gedirəm. Dəstə rəisinə məlumat verin. Oldu. İcazə verin, yoldaş mayor. Gedin. Alo. Rubin, 16'ını verin. Yoldaş polkovnik, icazə verin vəziyyət barədə sizə məlumat verim.